o qanın üstündən düşmənin gülləsi keçə bilməz. Əgər onu keçirməyə cəhd eləsə, mən yenə də hazıram. Tapşırıqlara gedirdik, sniper tapşırıqları verirdilər. Bizə gedirdik onları susturmağa, təxribatın qarşısını almağa kimi bir şeylər. Kimi yox, yəni konkret adamlar təxribat edirdilər, vicdansızlar, Paşinyan kimi səfeylər. Biz də gedirdik tapşırıq icra eləməyə. Məsəl üçün, bizə yəni təbii ki, öz başına deyildik, tapşırıq verilirdi, gedirdik. Bir dəfə də eləncə tapşırıqda Musayev sahiblə gedmişik, rəhmətlik. Allah rəhmət eləsin. Yay aylarıdır, o əqrəbin də qaynayan vaxtlarıdır. Allah'ın olsun. Tərəfdə, Mark Şaban tərəfdə. Çaylı, mailə oralarda bir tapşırıqlar icra edirdik. Gedmişik, orada oxşum yerləşmişik, gözləyirik də, 2 gün, 3 gündə adam gözləyirik. Bir dənə görüşəm olsun, vuraq. Məsələn, indi hər dəfə dayanmaq olmur da, silahın arxasında dayanırsan, insanın təbii ehtiyacları var ki, onları ödəməlidir. Ki, sahibə dedim, sahibimə gedirəm, sən bir dənə silahında oxşum diqqətli ol, gördün, vur da, narahat olma, silah hazırdır. Getdim, gördüm ki, sahibə əqrəb vurub mənim yerimdə. Əqrəb vurub mənim yerimdə, bax. Nəyəcə, ona müdaxilə göstərdilər orada, daha bu gəlmədi də, qaldıq təzdən orada. Qaldıq təzdən orada, həmin gün axşam üstü, saat 6-7 arası varlar belə, bir dənə onların çavuşunu vurdum mən. Çavuşunu vurdum. Sonra oradan təxliyə olduq başqa bir istiqamətə. Hələ eyni tapşırıq da, prosta ardıcılara gedirik də. Həmin günü yer dəyişmə elədik, gecəsi qaldıq. Elə ki, həmin gecəsi də əqrəb, promoy mənim masketim yoxdur. Masketdən mənim özüm vurmuşdu şərəfsiz, düz kürəyimlə. Gecə saat 2-3 idi. Dua etdim ki, sahib dur müdaxilə elə. Sahib dur müdaxilə elə. Bu kimi belə xoş xatirələr qalır. Allah ona rəhmət eləsin. Xüsusən olaraq, biz daimi olaraq gizli-gizli fəaliyyətlərimiz onsuz icra edirdik. Təbii ki, bunun bir sonu olmalı idi ki, bir müharibə eləyib torpaqlarımızı alaq. Bunun üçün də biz yetkinliydik, yetişmişdik. Artıq bunu bizdən ötəki nəslə də ötürə bilməzdik, təbii ki. 27 sentyabr atış əmri verildi. Ondan sonra da başladı ən azı xatirələr və xoş günlər üçün. Xoş günlərin, bayrağımızın bu dəqiqə gözümün qabağında dalğalanır, and olsun Allah'a. Qürurla baxıram ona mən. Qürurla baxıram. Yəni, o bayrağın dalğalanması üçün bizim gənclik, ölkənin vətəndaşı olaraq bir övladlıq borcumuz idi. Onun uğrunda ölmək və öldürmək. Biz ora öldürməyə gelmişdik təbii ki, çünki bizim torpaqlarımız onlarda idi. Biz o torpaqları onlardan almalıydıq. Vaxtında başa düşürəm, gücümüz olmayıb. Müstəqilliyimizi əldə eləmək üçün yeni başladığımız halda öz gücündən istifadə edib torpaqlarımızı işğal edib. Ondan sonra o torpaqlarda gəzirsən, torpağın hər bir qarışı adamla dərdləşir, vicdan haqqı dərdləşir. Ki, o torpaq elə bil ki, öz doğma övladlarının oraya getdiyini belə hiss edir. O torpaq uğrunda nə qədər düşmən öldürsən belə azdır. Doğrudan azdır. Mən müharibədə 7 gün iştirak eləyə bildim, sənə qurban. 7 gün. İlk günündən 7 gün iştirak elədim orada. Yəni o 7 gündə mənim gözlərimin gördükləri doğrudan çox pis incidir adam, and olsun Allah'a. Cəbhənin yarımı bizim taboruna başlayıb. 3-cü taboruna. Səfərli gündüzün tabor. Mənim tabor komandirim olub səfərli gündüz. Vətən müharibəsi qəhrəmanıdır, hal-hazırda da xidmətdədir. Yəni, onun taburunda fəaliyyət göstərmişəm. O taburun da əfsanə olacaq uşaqları çoxdur. Əsl həqiqət çoxdur. Biri Abdurrahmanov Elvin. Abdurrahmanov Elvinin özünün dilə gətirilməsi ilə bir dənə 3-cü tabur deməkdir.
Bu müharibə sahəsində, misal üçün, müharibə sahəsinə girəndə həmən bizə necə orada canını qurban verən uşaqlar tez adamın yadına düşür, onda olsun, Allah tez yadına düşür. Misal üçün, biz tapşırıq, müharibə vaxtında o səhnədə də bizə özümüzə məxsus tapşırıqlar var idi. Buranı götürməliyik, oranı sütürməliyik. Xırda tapşırıqlar var ki, onları biz icra eləməliyik ki, neynəsən, digər qoşunlar irəliyə bilsin. Yoxsa biz onu eləməsək, onlar da qalıb gözləyəcək orada. O xırda tapşırıqları icrasında Nasosun balası var idi. Allah ona rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Qəzənfər. Allah onu var ha, min rəhmət eləsin, qardaş. Onun anasına da can sağlığı versin. Əllərindən öpürəm o ananın ki, elə bir qəhrəman övlad böyütmüşdür. Sən təsəvvür elə ki, o uşağın fəaliyyətinin bir qismini mən sənə bir dənə izah edeyim. Ki, siz artıq bilin ki, Qəzənfər kimdir? Nasosundan. Biz döyüşürdük, bizə təminat, sular, sursat gəlməli idi. Döyüş vaxtlarında. Yəni, bizə döyüş mərhələlərlə gedir. Birdən-birə belinə yükləyib, misal üçün, müharibənin 44 günlük sursatını çiynimizdə aparmamışıq da biz. Onu bizə gətirib verən olub. Onların da orada böyük qəhrəmanlıqları var, sənə qurban. Qəzənfər, sən təsəvvür ki, bizim təminatımızı, sursatımızı bizə anında çatdıracaq bir insan olub. Ona görə onun o qəhrəmanlığı heç vaxt mənim yadımdan çıxmır. Heç vaxt, hər zaman, misal üçün, üzün Nasosun tərəfindən ilk dəfə yadıma düşəcək şəxs olur. Allah onu qəni-qəni rəhmət eləsin. Böyük şücaəti olub onun. Cəbhənin yarılması Horadiz tərəfində, bir yandan biz Araz qırağı tərəf, hansı ki, Lələtəpənin qabaq tərəfi yox idi. Oranın cəbhəsinin yarılmasında bizim taborun 2 dənə qrup fəaliyyət göstərib, o qruplardan biri də Səməd İsmailin qrupu olub. İndi hal-hazırda bir dənə də Qazi Məmmədov, Ağdamlı o olub qrup komandır. Onlar ikisi cəbhəni yarırlar. Sonra şəxsiyyətimiz tərtiblənib. Onların böyük şücaəti olub. Yəni qrupların uşaqlarının. Orada mənim snayper yoldaşlarım var. Misal üçün, elə döyüşə girdi, yaralandı, uşaq güllərinə girdi belə. Snayperlə vurmuşlar onu hərəkət eləyəndə. Girdi döyüş sahəsinə. Döyüş sahəsinə girəndən sonra başladı yavaş-yavaş düşmənin o mühüm obyektlərini vurmaq səhnələri başlayır. Orada bir sən necə o səhnələr çox ağır xatirəlidir. Allah andolsun, çox ağır xatirəlidir. Çox ağır xatirəlidir. Təsəvvürlə ki, müharibənin 2, 3, 4-cü günü. 4-cü gündür snayperlə fəaliyyətimi icra edirəm də. Nə tapşırıq verirlər, onları icra edirəm belə. Bizim elə bir ki, döyüşdüyümüz hansı ki, cəbhə artıq növbəti gün dəyişilib daha irəliyə sıçramalıyıq. Həmin sıçramanın axşam tərəfində saat belə 5-6 arası gün düşmən tərəfdən bizim üstümüzə bir sənəcə olur belə fanar kimi. O momentdə sıyrılma əməliyyatını eləyəndə mənim yanımda uşaqlar var idi. 4 nəfər. Sağdılar, qazidirlər. Xidmətdə olanlar da var. Xidmətdə olanlar da var onların. Orada bizi şeylə vurdular, təyirlə vurdular, vicdansızlar. Snayperlə, Allah'ın olsun, təsəvvürlə ki, snayperlərin qanı dururdum da onlara, bir sözlə. Bir dəsə snayperləri tökülmüşdü yola, başını qaldıranın təpəsinə bir dənə güllə qoyurduq, bizi təyirlə vurdular yerimizdə. Təsəvvürlə orada yaralandım. Sonra oradan növbəti cəbhəyə keçdik. Növbəti cəbhənindəki Allah deyən görünməsən adlarla. Sənə inandırım ki, vicdan haqqı deyirəm. Mən o döyüş sahələrində var ha. Döyüşdüyüm vaxtlarda mənim sadəcə olaraq bütün düşüncəm və fikirlərim insan axtarıb, düşmən axtarıb, insan yox, heyvan. Başınızda heyvan. Düşmən axtarıb onu aradan götürmək olub da. Ancaq bütün fikirlər. Sənə inandırım ki, mən hansı ərazilərdə, hansı fəaliyyətim və bir dənə şəklim belə yoxdur, inanırsan. Bir dənə şəklim belə yoxdur. Yəni ona ayıracaq bir vaxtım olmayıb mənim.
7 gün idi, 7 gündür orada fəaliyyət göstərirdim. 7 gündür günə yox isə bir 5 nəfər, 6 nəfər, 7 nəfər belə seçimli adamlar bulurdu.